Salam, bu videoda Naxçıvan Muxtar Respublikasının daxili sularını öyrənəcəyik. Şərur inzibati rayonundan keçən Arpaçay mənsəbi Araz çayıdır. Arpaçay üzərində Arpaçay su anbarı yerləşir Şərur rayonunda. Daha sonra Babək və Kəngəlli rayonları rayonlarında Araz su anbarını qeyd edək ki, Azərbaycanın ikinci ən böyük su anbarıdır. Babək rayonunun daxilində Uzunoba su anbarı, Sirab su anbarı, Nehrəm su anbarı və Naxçıvan çayı qeyd edə bilərik. Şahbuz inzibati rayonunda isə Naxçıvan çayı üzərində ilə Vayxır su anbarını qeyd edə bilərik. Daha sonra uçqun mənşəli göl olan Qanlı göl və Batabat göllərində qeyd edə bilərik Şahbuz rayonunda. Culfa rayonu üçün biz nə qeyd edə bilərik? Əlican çayın mənsəbi Culfa inzibati rayonunda yerləşir. Əlican çayın mənsəbi. Daha sonra Ordubad rayonunda isə biz Gilan çayın mənsəbini qeyd edərik ki, Gilan çayın mənsəbi Ordubadda yerləşir. Gilançay bildiyimiz kimi buzlaq, qar və buzlaqla qidalanan çaydır Naxçıvan Muxtar Respublikasında. Daha sonra Ordubad rayonunda məsələn Gilançayın qolu olan Parğaçayı qeyd etmək olar. Ayrıca Ordubad çayı qeyd etmək olar ki, Ordubad inzibati rayonunda yerləşir. Diqqətiniz üçün təşəkkürlər.